Hamıya salam dostlar, mən Miko. Dostlar, bugün sizlərlə bir yerdə Minecraft Survival bölümümüzün 7-ci bölümündəyik deməyəcəm. Bəli, 7-ci bölümündəyik deməyəcəm, çünki bugün tam başqa bir video ilə gəlmişəm. Bugün Minecraftda yüklədiyim sizə mod paketlərini göstərəcəm, nələr yükləyirəm onu göstərəcəm. Təkcə bunlar yox, bunu kimi milyonlarla mod var. Onları deyəcəm sizə. Görüyorsunuz ki bu modda bu 3D skins player'dır, hem Apple skin'dir, kamera overhouse'dur, facecam'dır. Bunların çoxunu bilənlər var. Dinamik lampadır. Bu dinamik lampa əlində tutduğunuz, əvvəlki bölümdə demişdim, əlində tutduğunuz bu lampadır, nə bilim, bu meşale zaddır. Bunların əlində tutan da belə işıqlı olmasını sağlayır. O moddur. Sonra bu 3D skin players modu isə karakterinizin böyründəki o başların böyründəki, başın böyründəki elə bir ki o açıları sizə göstərir. Baxın, yaxınlaşdırım görün. Elə ki gördüyünüz kimi karakterim 3D şəkildə, başı 3D şəkildədir. Gördüyünüz kimi bəzi yerləri var, qırıntılı düşüb. O daha karakterin daha yanı belə açılı olduğunu göstərir. 3D şəkildə göstərir karakteri. Adından da olduğu kimi. Sonra burada Apple skin var. Burada yeməyin üstündə gördüyünüz o sarı xətt var, ondandır. Bu mənim azlığımı bildirir. Orada yediyimdə nə qədər yeməyin doldurduğumu bildirir. Həm də yeməyin üstünə gələndə gördüyünüz kimi deyir yanı burada gördüyünüz kimi deyir yanı 3 dənə yemək haznəsi doldurur. Gördüyünüz kimi orada var. Belə acanda da gördüyünüz kimi sarı panel düşür aşağı, azalır. İndi gözlüyüm dənə acım sizə göstərdim onu. Qaçdıqca belə yavaş-yavaş acır. Vota acızam. Sarı panellər itib ücək. Burada gördüyünüz kimi acanda indi acım. Hə, gözüm azan kimi baxın o sarı işığı yanır sönür, yəni acımsan onu göstərir. Mən də yeməyi yeyən kimi gördüyünüz kimi 3 dənə sarı panel doldu. Orada dediyim kimi siz burada da göstərir ki 3 dənə sarı panel doldurur, aşağıda göstərir. 3 dənə sarı dənə orada panel, aclıq panelini doldurdu. Başqa modlardan kamera overhouse var. Facecam olsa çoxunuz bilirsiniz. Bir dəqiqə o facecamı göstərdim amma o kameradan əvvəl R-ya basan kimi facecam açılır. Gördüyünüz kimi belə hara istəyirsiniz bu kameranın dönməyində indi başa salacağım, o da moddur. Gördüyünüz kimi belə dönür kamera. Və belə istədiyiniz kimi gedə bilərsiniz. Facecamı çoxunuz bilirsiniz onsuz da. Belə hara istəyirsiniz baxa bilərsiniz. Blokların içinə də girmək olur gördüyünüz kimi. Belə R-ya basan kimi də təzədən qayıdır. Bu yükləyəndə R-da gəlməyəcək sizdə dostlar, F4 olaraq gələcək. Onu da buradan ayarlardan burada kontrollər, tuş atamaları burada aşağı verirsiniz. Görürsünüz kimi hər üzünüzsə var, bütün hər şeyin modları var. Görürsünüz kimi facecam gəldi, mən R qoymuşam. Bu gələndə belə F4 olaraq gəlir. Bir dəfə üstünə basırsınız, istədiyiniz hər hansı bir dənə buradan hərfi qoyursunuz, amma başqa bir şeydə o hərf olmamalıdır. Məsələn, N-ni qoya bilmirəm, çünki burada gördüyünüz kimi bu nədir bunu bilmirəm. Burada N hərfi var deyə bu N-ni mənə qoya bilmir, icazə yoxdur. Ona görə R-ni qoyuram. Bitdiyə basıram, gördüyünüz kimi R-dan ibarət olur. R-ya basanda facecam açılır. R-ya basanda da təzədən bağlanır. Amma bunu götürsəm mən kontrollərdən tuş atamaları. Bunu mən buradan gəlin üstünə götürsəm, bunu olduğu kimi F4 qoysam, bitdi desəm, mən R-ya basanda gördüyünüz kimi açılmır. R-ya basıram. Baxın. Gördüyünüz kimi R-ya basıram, tez-tez açılmır. Amma F4-ə basan kimi gördüyünüz kimi açıldı. F4'ə basan kimi də təzədən bağlanır. Amma mənə F4 yox, R rahatdır deyə mən bunu götürüb buradan gəlim üstünə. Bunu götürüb R hərfi qoyuram. Çünki mənə R hərfi rahatdır. R hərfindən tez şəkildə belə hər yerə baxıb tez şəkildə belə qayıda bilirəm. Tez şəkildə belə baxıb tez-tez qayıda bilirəm. Ona görə mənə R hərfi asandır. Bunu ya çıxıb, bunu şey üçün göstərmək üçün çıxartdım. Burada bir dənə də mod var dostlar. Bu da kamera overhouse'dur. Bunları onsuz da çoxunuz bilirsiniz. Replay modda göstərmişəm. Sodium FPS üçündür. Mod menüdə bu modları düzənləmək üçün, bu hissəni görmək üçündür. Bu nə olduğunu mən də bilmirəm. Mən bunu yükləməmişəm. Bura gəldi. Bilmirəm nədir. 100% modları, yəni modların yanında elə-belə durur. Bu trade'də dostlar şey üçündür. Bu köylülərin asan trade eləmək üçün köylülərlə baxın, gözünüz sizə 2 dəqiqə onu göstərdim. Əvvəlki bölümdə də Yunislə video seçdiyimdə də qonağımdan gördünüz onsuz da. Baxın, basıram üstünə. Burada ox işarəsi gəlir, dəyişdirə bilərik. Amma məndə gəlmir, çünki mən alışveriş eləmişəm deyə gəlmir. Onu sizə nətər göstərdim bilmirəm, o getdi, göstərə bilmirəm. Nəysə, mən videosunu qoyaram ekrana.
videosunu və yaxud da şəklini qoyaram ekrana, görərsiniz. Əvvəlki bölümdə də onsuz da mən onu işlətmişdim. İşlədəndən sonra bir büyü alanda o gedir təzədən o işarə dəyişdirə bilmirsiniz. Amma çox qəşəng moddur, yəni çox işlevsel moddur. Təzə oyuna başlamısınızsa büyülər, zətlər şey edirsiniz. Onsuz hər təzə survivala başlayanda büyülər lazım olur hər dünyada. Büyülər üçün o əla bir moddur, köylülər üçün. Hə, gələk indi axırıncı modumuza. Bu kamera overhaul modudur. Bu kamera overhaul moduda danışa bilmirəm. Bu modda kamerada, yəni oyunda kameramızın tərpənməyə sağlayır. Sağa sola edəndə gördüyünüz kimi baxın, kamera tərpənir. Bunun açısını da ayarlaya bilirsiniz, nə qədər tərpənsin, tərpənməsin. Gördüyünüz kimi belə tərpənə bilir və karakteri düz yananda tərpənir. Videomda gördüyünüz kimi kamera sağa sola, yuxarı aşağı tərpənməyə başlayır. O karakteri nəfəs alanda verdiyi reaksiyadır. Gördüyünüz kimi tərpənir bu. Durduğu yeri bir yerdə duranda da baxın. Gördüyünüz kimi tərpənir. Düz yananda sağa sola yavaş-yavaş tərpənir. Bu kameranın belə ki, karakter nəfəs alanda bu onun aldığı nəfəsin reaksiyadır, yəni sallanır ekran. Onun üçün moddur. Tərsə bunun üçün deyil, yəni hər bir şeyə gəzib zad eləyəndə fırlanır. Gördüyünüz kimi ekran fırlanır. Qəşəng moddur deyə elədim. Bu replay mod deyirəm. Freecam modunda da daha aydın görsənir. R-ya basanda görürsünüz, mən D-ya, S-ya basanda sağa sola edəndə görürsünüz nətər tərpənir tez-tez. Burada çox açılı şəkildə tərpənir. Freecamda daha açılı şəkildə tərpənir. Belə modlar belə idi. Bunları nətər yükləyəcək, sizə onu göstərəcəm dostlar. Keçək indi bunu yükləməyə. Aha dostlar, Google Chrome'a gəlirik. Burada təzə tab açdım sizə göstərmək üçün. Bunu açırıq. Minecraft mod yazırıq. Sadəcə Minecraft mod yazırıq. 2000 səhv eləmirəmsə 2050 dənə mod var içində yükləyə biləcəyiniz. Minecraft mod yazırıq. Bizi belə bir dənə sitəyə atır. Belə bir dənə giriş girir. Burada Modring yazılıb, gördüyünüz kimi bu Minecraft'ın öz mod sitəsidir. Modring. Burada search modusa basırıq. Burada sitədə 4050 dənə olmalıdır. Aşağı verim sizə göstərdim onu. Yox, 4091 dənə çaşdım, bağışlayın. Çoxdur gördüyünüz kimi. Arsa 4020 2091 dənə qarışdırıram hamısını. 2100 dənə mod var gördüyünüz kimi burada. Sitənin birinci sitəsində də ən çox indirilən modlar var. Gördüyünüz kimi 82.94 milyon. Fabrik AP modu da çoxunuz bilirsiniz. Bu Sodium məndə də var. Mod menu indi göstərdiyim mod məndə də var bunlar. Burada çoxu məndə də var. Apple Skin da məndə olanlardır. Mən buradan yükləmişəm dostlar. Burada 3D Skins Player. Çox mod burada var məndə. Lazımlı olan şeyləri yüklədim. Lazımlı olmayanları yükləmişəm. Gördüyünüz kimi lampa dinamik də burada var. Məndə olanlarda buradan istədiyiniz modu yükləyə bilərsiniz. Çox asandır. Birinci yerə gəlim. Məsələn, FPS-inizi çoxaltmaq üçün Sodium yükləmək istəyirsiniz. Giriş edirsiniz, bura versiyonsa basırsınız. Burada platformu seçirsiniz. Fabrikdə oynayırsınız. Fabrik, Quit'də Quit. Noeforg'da oynayırsınız. Noeforg'e. Mən fabrikdə oynayıram deyə fabrika bastım. Bu Channels, bilmirəm nətər oxunur. Channels'i seçməyə ehtiyac yoxdur. Yəni istəsiniz belə realsə basıb seçə bilərsiniz. Game versiyon. Burada oyun versiyonu var. Hansı versiyonu istəyirsiniz oynaya bilərsiniz. Təzə çıxmış 1.21 10-a qədər var. Mən 1.21.8 oynayıram deyə 1.21.8. Burada gördüyünüz kimi ən çox yükləmə var. 6.41 milyon, 279.8K, 9600. Burada var yükləmələr. Fərqli var. Mən bu 6 milyonu yüklədim. Çünki çox adam bunu yükləyir. Yəni yəqin ki bu bunlardan yaxşı olar. Onu elə bombasını yüklədim. İndi yükləməyəcəm. Məndə gördüyünüz kimi yüklüyorsunuz. Özü onsuz da burada mod yerinə gəlir. Amma bu modları bütün hamısını idarə eləmək üçün bu mod menu gördüyünüz mod menu yükləməlisiniz. Burada modlar şərisi gəlməsi üçün. Onu da mən sizə göstərdim burada. Bu da bu mod menu yükləməlisiniz. Bu da həmin kimi də sürüm seçirsiniz. Çox asandır dostlar. Hətta çox asandır. Burada siz istədiyiniz kimi seçə bilərsiniz. Modring modu buradadır. Gördüyünüz kimi belə. Bir də Fresh animasyon var. Bu modu var. Bunu bilənlər bilir. Bilməyənlər üçün də belə bir dənə video var göstəreyim.
Şimdi belə animasyon işləyir. Bunu yükləməyə göstərəcəm sizə. Yəni bunun səsini çoxaldaq. Deməli girirsiniz fresh animasyon. Görürsünüz ki, mobil animasyon, fresh animasyon yazırsınız. Google Chrome. Bura belə dostlar gördüyünüz kimi fresh animasyon yazırsınız. Burada yenə modding var gördüyünüz kimi. Həmin modun fresh animasyon olan hissəsidir. Bu modun özünə girib burada dostlar, burada mod yazma yeri də var. Burada da mod yaza bilərsiniz. Amma mən yazdım belə. Burada gördüyünüz kimi fresh bir dəqiqə bunu kopyalayaq, rahat olsun. Bu yazını kopyalayıram, gətirirəm bura. Yapışdırıram gördüyünüz kimi, amma gəlmədi. Niyə gəlmədi bilmirəm, çünki modlar çoxdur. Buna aid 6 dənə mod var. Hamısını da bir baxmağa ehtiyac yoxdur. Ona görə belə girib şeyə də yazsınız, yəni Google-ə də yazsınız, özü gələcək. Modding həmin mod olaraq basırsınız, üstünə basırsınız. Gördüyünüz kimi fresh animasyon həmin moddur. Versiyonu seçirsiniz burada. 1.28-in təzə sürümlərdən əvvəlki sürümlərə 1.13.2-yə qədər bütün versiyonlar var. Mən də seçdim, yüklədim dostlar. Hətta oyuna qayda görsədim. Aha dostlar, oyuna gəldi, açıldı oyun. Burada amma modlar yerində gəlmir dostlar. Çünki o kaynaq paketi deyə ayarlara basıyorsunuz, kaynaq paketlərində gəlir. Gördüyünüz kimi fresh animations. Burada bu kaynaq paketlərində gəlir. Məndə nəsə işləmədi, bilmirəm mənim kompüterimdandır, yoxsa yüklədiyim bu modlar çoxdur, bu modları öyrə. Məncə bu modlara görə olar, 100% ondan olar. Sizdə olacaq yükləyəndə. Bu paket klasörünə asığa basırsınız, onu atırsınız bura. Bu işarəyə atırsınız. Totemdə göstərdiyim kimi əvvəlki videolarımda da var. Totemdə necə eləmişdik belə qaytarma. Görürsünüz kimi belə qaytara bilərsiniz. Belə qaytara bilərsiniz. Bunu seçirsiniz, bitdiyə basırsınız, təzədən oyunu açır gördüyünüz kimi. Burada nəsə məndə yükləmədi, nəsə əks təsir göstərdi dostlar. Hətta köylülərin belə baxın sizə göstərdim, gözlərini itirdi. Belə bir dəqiqə içəridə köylülər göstərdim, bunların başı qarışıqdır, baxmırlar. Burada görürsünüz kimi köylülərin gözləri itir dostlar. Belə gülməli halalar, qəribə halalar köylülər. Bütün köylülər görürsünüz kimi gözləri itir. Moblarda da bu aiddir dostlar. Məndə niyə bir oldu bilmirəm. Yəqin modlardan olar, yüklədiyim modlardan. Burada görürsünüz kimi belə bunu ben sizə görsədim. Burada donuz var. Donuzun da gözü itdi dostlar. Baxın. Görürsünüz kimi donuzun da gözü itib. Bilmirəm niyə belə oldu, amma oldu. Donuzun da onu götürək. Donuzun da gözü itdi. Nəsə məndə dəstəkləmədi. Bunu təkrar bağlayanda qaynaq paketdən təkrar dalatanda təkrar düzəlir dostlar. Amma məndə olmadı. 100% dediyim kimi modlardan da siz yükləsiniz, sizdə olacaq. Onsa yükləməni də göstərdim nətər olur. İndi gələk. Görürsünüz kimi təzədən qayıtdı gözləri, olduğu kimi qaldı gözləri. Sizdə düz olacaq. Məndə nəsə səhv oldu. Məndə alınmadı çünki dediyim kimi modlardan olar. Kamera modda gördüyünüz kimi hələ də bilinir. Yeriyəndə belə kamera sallanır. Bu qəşəng moddur gördüyünüz kimi. Belə dostlar, videomuz belə idi. Göstərdiyim kimi sizə 2000 düz 2091 dənə başqa 2100 dənə mod yükləyə bilərsiniz oradan. Bütün modlarda nə virusdur, nə bir şey. Tərtəmiz qəşəng sağlam modlardır. Çünki Minecraft modlardır. İstədiyiniz modu oradan seçib yükləyə bilərsiniz. Hamısı da asan şəkildə yüklənir. Gözəl şəkildə yüklənir. Mən də öz kimi yükləyirəm. Çox asandır. Sadəcə bir dənə düyməyə basırsınız, yüklənir. Onsuz da əsas mod menudur. Mod menunu yükləyəndən sonra bütün modlar mod menuya gəlir və buradan bir dəqiqə qalxım ayağa. Buradan ESC-yə basıb, modlara basıb buradan hər şeyi yəni ayarlaya bilərsiniz. Yəni hər şeyi göstərə bilərsiniz buradan. Sizə rahatlıq tanıyır yəni modlar üçün. Bu bölümdə yəni bu bölümdə gələcək dostlar. Gördüyünüz kimi 16 dənə endiricisi var burada. Gedib endiricisi kastım biraz. Dünyada da biraz custom endiriciləri. Biraz blok zat da götürdüm, belə yay da düzəltdim. Gördüyünüz kimi yazılıb canavar, adını qoydum canavar. 203 qırılmazlıq 3 onarımlı yay. Kazmanı da düzəltdim. Onarımlı zat sərvət 3, verimlilik 3 qırılmazlıq 3 qoydum. Adını da qoydum canavar. Burada görürsünüz göğüslüyün də qəşəng göğüslüyü, koruma 4 qırılmazlıq 2 onarım var göğüslüyüdə də. Belə dostlar, bəzən belə dəyişiklik elədim, çox bir şey eləmədim. Endiricisiz adı yığdım.
Bir də Frikamı qoşdumsa, Frikam yox idi. Belə göstərdim olsa sizə. Belə Frikamı qoşdum dostlar. Bu Frikam çox qəşəng moddur. Mən çoxdan da bunu endirmək istəyirdim, amma endirə bilmirdim. Çünki şeyi bir tanımırdım o vaxtı. Belə sandıq aça bilmirik hə. Hə, onsuz da açsa pis olardı, yəni mantıqsız olmazdı. Hə, dediyim kimi dostlar, videomuz bura qədər idi. Modları belə yükləyə bilərsiniz, rahatlıqla oynaya bilərsiniz. Hər birinizə kaynak paketlərdən mövcuddur orada. Sadəcə bir dənə fərq var ki, buradan ayara basıb kaynak paketlərinə girməlisiniz. Dediyim kimi belə fərq var kaynak paketlərində. Shaderlar zadlar da var, orada qəşəng shaderlar da var. İstədiyiniz addonsda göstərdiyim yerdə yazırsınız, gəlir. Videomuz belə dostlar. Sabah gününüzdən qəşəng oyunu qurtarma videosu gələcək dostlar. Ona görə abunə olub bildirim zilini tümüyə qoysunuz, atsınız. Sevinərəm ki, attığım videolardan xəbərdar olasınız. Sağ olun dostlar. Salamat qalın, mən qaçdım.